Esselamu aleykum və rəhmətullahi və barakatuh. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Deməli, keçən dərslərimizin birində sual-cavab məclisi idi. Qardaşlarımız sual verirdi, mən də cavab verirdim. O suallardan biri də orada oturan qardaşlarımızdan biri soruşdu ki, bəs Rəşad qardaş, bir çox insanlar dini ChatGPT-dən öyrənir. Dini suallar verirlər, cavab alırlar və əməl edirlər. Bu yayılıb müasir zamanda. Və soruşdu ki, bəs Rəşad qardaş, bu icazəlidir yoxsa yox? Mən də bu suala qısa, müxtəsər şəkildə cavab verdim. İndi baxıram ki, sosial şəbəkələrdə bu cavabımı yayırlar. Hərə öz məqsədinə uyğun yayır, danışır, istifadə edir. Biri istehza edir, biri gülür, biri söyüş söyür, ana, ata, hər şeyi söyür. Biri, məsələn, adamlıqdan payı olmayan, bədbəxt insanlar, yəni, həqiqi mənada deyirəm, bədbəxt insanlar, insanlıqdan, adamlıqdan payı yoxdur. Götürüb belə şeyləri paylaşırlar və istehza mənbəyinə çevirirlər. Ələ salırlar. Bunların gününə bax. Yəni, danışdığı mövzuya bax. Belə bir şeylər paylaşırlar. Hərə bir məqsədlə, öz halına uyğun, yaşayışına uyğun götürüb istifadə edir. Özdə maraqlısı nədir? Mənim cavabım bir neçə dəqiqədir, 6 dəqiqəyə yaxın. Amma bunlar nə edirlər? O bir neçə saniyə, 30, 35, 40 saniyə kəsirlər videonun o hissəsini paylaşırlar. Gülünc, istehza, ələ salma mənbəyinə çevirirlər. Onlara Allah hidayət etsin. Allah subhanahu və teala xalqımıza hidayət versin. Yazıq insanlardır. Nə yeyirlər, nə içirlər, bilinmir. Onlara sözüm yoxdur, onlara sadəcə olaraq dua edirəm Allaha ki, Allah subhanahu və teala xalqımıza hidayət versin. Baxın, əziz qardaşlar, bu məsələ, bu sualın cavabı əslində günəş kimi aydındır. Az, zərrə qədər elmi olan adam, imanı olan adam, əqli olan adam başa düşər ki, din əzizdir, din dəyərlidir. Biz, əziz qardaşlar, dinimizi çöldən, bayırdan tapmamışıq. Biz Allaha elmlə iman gətirmişik. Belə necə gəldi? Yox, elmlə, əqidə ilə, inancla, etiqadla iman gətirmişik Allaha. Allahın ayələrini oxumuşuq, Quran-ı Kərimə baxmışıq, iman gətirmişik. Biz bu dinimizi çöldən, bayırdan tapmamışıq. Din bizim üçün hər şeydən dəyərlidir, əzizdir. Ona görə biz dinimizi hər adamdan, internetdən, nə bilim, sosial şəbəkələrdən, ChatGPT-dən, bu kimi yerlərdən götürmürük və bunun əleyhinəyik. O insanlar ola bilər, onlar nə din, bədbəxt insanlardır. Yəni, üzr istəyirəm, heyvan kimi yaşayan insanlardır. O ələ salanlar, o istehza edənlər. Onlar üçün din anlayışı yoxdur. Onlar üçün Allah yoxdur, Peyğəmbər yoxdur, din yoxdur. Onlar nə gəldi eləyərlər. Ona görə o hissələri kəsirlər, öz səhifələrində paylaşırlar, hərə bir məqsədə uyğun.
Bunların danışığına bax deyir. Qardaş, biz dinimizi əziz bilirik, dəyərli bilirik. Din məlumatdan qabaq sənin aqibətindir. Biz iman gətirmişik Allaha və bu dini dəyərli bilirik, qiymətli şey bilirik, hər şeydən dəyərlidir bizim üçün. Odur ki, biz bu dini hər yerdən, hər danışandan, hər kəsdən götürmürük, götürə də bilmərik. Bu bizə qadağan edilib. Bu, əziz qardaşlar, ChatGPT məsələsi, mən o dərsdə də qeyd eləmişəm, lakin o hissələrini insanlar paylaşmırlar, özlərinə lazım olan hissələrini paylaşırlar. Mən o dərsdə də dedim ki, insanlar iki cürdür. Belə də dedim, vallahi. Var elm əhli, elmlə məşğul olan insanlar, bilən insanlar, şəriəti bilirlər. Düzdür? Var bilməyən insanlar, ümumi siravi müsəlmanlar ibadət edirlər Allaha, elmlə məşğul olmurlar. Elm əhli deyirlər. İki sinif insan var dedim. Və dedim ki, suala cavab olaraq, elmlə məşğul olmayan adam, şəriəti bilməyən adamın, siravi bir müsəlmanın adı. ChatGPT-dən dini suallar soruşması olmaz, haramdır bir mənalı olaraq. İndi də deyirəm bunu. Qətiyyən olmaz. Və siz təsəvvür edin, səbəbini deyirəm. Niyə olmaz? Deyirəm ki, çünki ChatGPT sənə cavab verəndə düz də verə bilər, səhv də verə bilər. Və sən bilmirsən axı, elmin yoxdur. O təxmin buraxır, ehtimal buraxır. Ola bilər düz deyir və ola bilər də səhv deyir. Bu məlumdur. Və sən də bilmədiyin üçün ayırt edə bilməyəcəksən, nə düzdür, nə səhvdir. Sənin haqqına, sənə görə olmaz din soruşmaq. Çünki birdən səhv deyər, sən bilmərsən, əməl edərsən. Və bu da olmaz. Bu sənin dinindir. Bu elm, əziz qardaşlar, dindir. Ona görə tabinlərdən biri İbn Sirin rahimehullah, hələ o vaxt sahabə görmüş adam, deyir ki, İnnə hədəl ilm din. Bu elm sizin dininizdir. Baxın dininizi kimdən götürürsünüz? Allahu akbar. Baxın dininizi kimdən götürürsünüz? Yəni elmi kimdən götürürsünüz? Hər adamdan olmaz. Onlar son dərəcədə diqqətli olublar. Yaxud Abdullah ibn Mübarək rahimehullah deyir ki, Əl-isnadu minəd-din. İsnad yoxdur, sənəd dindəndir. Əgər isnad olmasaydı, kim necə gəldi, necə istədi danışardı. Sənəd. Yəni, biz baxanda görürük ki, onlar çox böyük biliblər bunu. Əzəmətli şey biliblər. Dini hər adamdan götürmürlər. Hər adamdan hədis eşitmirlər. Hər adamdan hədis götürmürlər. Bir dəfə ömründə yalan danışan insandan hədis götürmürlər. O qədər siqa, o qədər etibarlı, o qədər güvənli insan olmalıdır ki, sən ondan din götürəsən. Çünki sənin axirət diyarın, aqibətin bununla həll olur. İnsan necə özünü belə səhlənkar buraxa bilər? Ondan soruşdum internetdən, ChatGPT, girdim internetə, axtarışa verdim, öyrəndim, əməl etdim. Bu nədir? Bu nədir, qardaş? Müsəlman, mömin, təqvası olan adam, imanı olan adam belə şey eləyər? Yox. Əl-mühim, nə demək istəyirəm? Cavabında dedim ki, sən bilmirsən deyə, elmin yoxdur deyə, ayırt edə bilməyəcəksən. ChatGPT düz cavab verdi, yoxsa yox. Ona görə sənə olmaz. Amma bilən adamın, elmi olan adamın, elm əhli, onun müraciət etməsi ChatGPT-yə. Bu problem yoxdur, icazəlidir. Çünki bilir, səhv cavab verirsə götürməyəcək. Məsələn, mənim özüm dəfələrlə soruşmuşam, axtarış vermişəm, cavablayıb, bir neçə dəfələrlə olub ki, vallahi səhv cavab verib, getmişəm üzərinə, düzdür, bəs burada budur, deyir, üzürlü hesab elə, diqqətsiz olmuşam, sən deyən haqdır. Bir neçə dəfədən sonra, 5-6 dəfədən sonra, üstünə gedəndən sonra məsələni düzgün formada çatdırıb mənə. Amma əvvəl-əvvəldə belə şeylər olur. Ona görə ChatGPT-dən sual soruşmaq olar, amma sonra gərək dəqiqləşdirəsən. Ola bilsin, yanlış cavab versin sənə. Bilənlərdən soruşasan.
O demək deyil ki, sən soruşdun, nə gəldi, öyrəndin. Yox, bu həmçinin dünyavi məsələlərdə də bu cürdür. Sən məsələn, xəstələnəndə, nəsə bir şey olanda gedib ChatGPT-dən soruşmursan ki, neyniyim, hansı dərman atım, filan bu kimi şeylər. O çünki səhv deyə bilər. Həkimin yanına gedirsən, mütəxəssis yanına. Subhanallah, biz insanlar, görün nə gündədir. İnsanlar dünyavi məsələlərdə, məsələn, insan hər hansı bir yeri ağrıyanda bədənindən həkim yanına getmək istəyir, düzdür? Tanışların hamısına yığır. Qardaşım, filan sahədə güclü həkim bilmirsən kimdir. Ona yığandan sonra birinə də yığır. Dəqiqləşdirir, yaxşı, mütəxəssis, təcrübəli həkim axtarır. Elmli, savadlı. Yəni, bir dəfədən gedmir. Çünki canıdır, qardaş, mən girirəm əməliyyata misal üçün. Yəni, o qədər etibarlı adam, o qədər elmli, savadlı adam axtarır ki, düz deyil, belə də olmalıdır. Bu insan dünya işlərində bu cürdür. Görün, qardaş, din necə? Dini məsələ necə? Sən necə həvalə edə bilərsən internetdə? Orada məlumat da ümumi. Model ola bilsin, mənbələri, köhnə mənbələrdir, təzələnməyib hələm. Ola bilər də, ola bilər. O qədər olub belə. Və bunun şahidi oluruq biz. Düzgün cavab verməyə bilər. Ona görə biz deyirik ki, yəni bilməyən adamın ChatGPT-dən dini suallar, özdə mən orada fikir versəniz belə dedim, dini əhkamlar, tohid, əqidə, sən belə şeylər necə soruşub əməl edə bilər? Elmi olmayan müsəlman nəsə öyrənmək istəyir. Girdi ChatGPT-dən soruşdu, əməl etdi. Soruşdu, etiqad etdi. Soruşdu, tətbiq etdi. Necə ola bilər? Bu nədir, qardaş? Sən dini haradan tapmısan? Bu məsələ məncə aydındır. Yəni, bilməyən adamın ChatGPT-dən din məsələsi soruşması olmaz, haramdır. Bilən adam təbii ki, soruşa bilər, faydalana bilər. Çünki niyə? Rahatdır. Ayırt edə bilir. Nə düz deyəcək, nə səhv deyəcək, düzü götürəcək, səhvi götürməyəcək. Normaldır, rahatdır. Biz özümüz də istifadə edirik və qardaşlarımız da istifadə edir. Əladır və bəzi məqamlarda, bəzi yerlərdə ümumiyyətlə çox faydalıdır. Yəni, mənim sözümün canı, xülasə odur ki, bilməyən adamların ChatGPT-yə din etibar etməsi, həvalə etməsi, bu düzgün deyil, qardaşlar, qətiyyən olmaz bu. Və mən bir məsələni qeyd edim, məncə bu məsələ aydındır. Baxıram ki, hərə çıxıb bu mövzudan istifadə edir sosial şəbəkədə. İndi cahillər bir yana, nə bilim, hərə də insanlar müxtəlifdir də, bir özünə uyğun şəkildə götürüb istifadə edir. Bəziləri o elm tələbəsi deyim, yoxsa nə deyim onları, bilinmir kimdir əslən. Dünənə kim yox idi, bugün çıxıb. Və kimliyi də bilinmir hələm. Görürsən, münasibət bildirir. Münasibət bildirir mənim bu çıxışıma. Bəzi insanlar, mən sizə bir şey deyim, onlar ümumiyyətlə kol dibində gizləniblər. Kolun dibində. Yoxdular. O, bəzi fitnə vaxtlarında, yaxud bu kimi şeylər olmur, qlobal məsələlərdə, hansı ki, gündəm olur. Və onlar kolun dibindən çıxırlar, məsələyə aydınlıq verirlər. Mən bu məsələyə aydınlıq vermək istəyirəm. Bu günə qədər yox idi. Haradaydı bilinmir. Ümumiyyətlə kimdir bilinmir. Qardaşlar göndərirlər. Rəşad qardaş, bax filan kəs sənin danışığa o ChatGPT məsələsinə aydınlıq verir. Kimdir bu belə? Baxırsan bilinmir heç kimdir. Nəçidir? İndi biri danışır, vallahi bilmirəm kimdir. Deyir ki, bu qardaşın deyir, danışığı belə ümumən deyir, düz deyir. İndi bu özünü nəsə sayır, aydınlıq verir də danışığa, mənim danışığıma aydınlıq verir. Deyir ki, belə ümumən qardaş düz danışır, ChatGPT-dən soruşmaq olmaz, amma bəzi şeyləri orada səhv deyir. Bunun tutduğu səhvə bax. Deyir, o qardaş deyir ki, orada haramdır, qəti olaraq, xusrandır, cəhənnəmə aparır. Bu kimi sözlər deyirəm orada. Yox, indi mən bu kimi şeylər səhv demişəm. Bu buna razılaşmır. Razılaşmır. Elə sözün canı da budur, yəni. Dərdi də budur ki, etiraz bildirsin. Qardaş, haramdır, aydındır. Niyə haramdır? Yəni, siravi müsəlmanı bilməyən adamın elmsiz, təbii ki, bundan danışırıq, bu birinci hissəsindən. Soruşması haramdır, niyə? Çünki Allah subhanahu və teala Quranda əmr edib, fəsəlu əhlə zikr.
Zikr əhlindən soruşun, əgər bilmirsinizsə. Düzdür? Allah subhanahu wa ta'ala əmr edib zikr əhlindən. Və sən ChatGPT Allahın dediyi o zikr əhli deyil. Düzdür? Deməli, sən Allahın əmrinə müxalif olursan. Beləliklə, harama düşürsən. Bir mənalı olaraq. Yəni, bunu bilmək belə çətindir, Yəni, bunu biz hər dəfə nəsə deyəndə bir-bir dəlilləri hamısını zikr edək. Niyə haramdır, niyə? Bu aydındır ki, haramdır, qardaş. Olmaz, yəni haramdır. Məkruh deyil ki, bəyənilmir. Yaxşı olar ki, soruşmayasan. Yox, qardaş, haramdır, qardaş. Bilməyən insanın, bilməyən, savadı olmayan, elmi olmayan adamın ChatGPT-dən dini suallar, əhkamlar, dini öyrənmək, əqidə, təvhid soruşması haramdır. Niyə? Çünki Allah subhanahu wa ta'ala əmr edib, əmrinə müxalif olanda zikr əhlindən soruşun, deyir. Düzdür? Sən zikr əhlindən soruşmursan axı, bilmədiyiniz şeyləri. Və Allahın əmrinə müxalif olduğu üçün harama düşürsən. Sonra deyirəm ki, orada bəs xusrandır, cəhənnəmə apara bilər. Bəli, qardaş, səni cəhənnəmə apara bilər. O, sənin verdiyin suallar, onun verdiyi cavab, etiqad etsən, cəhənnəmə apara bilər səni. Sən kimə nə deyirsən, qardaş? Hansı sözlə razılaşmamısan? Güya ki, deyir, bu qardaş hər şey normal danışıb, bu kimi şeylərdə həddi aşıb. Düz demişəm, qardaş. Sən məsələn soruşarsan, o qədər olub, vallahi yazmışıq, o qədər olub, soruşmuşuq, sufi əqidəsinin cavabını verib. Soruşarsan, məsələn, ölülərdən yardım istəmək, yaxud məsələn, təvəssüllə bağlı olsun, təbərrüklə bağlı olsun, nə bilim, istiğathə olsun, nə bilim, sifətlər mövzusu olsun, təvil mövzusu olsun, təfvid mövzusu olsun, Allahın zatı ilə bağlı olan mövzular olsun. Soruşarsan, əqidə hansı ki, sütun, təvhid. Və qardaş, ChatGPT-dir, internetdə olan məlumatlar da hamısı. Köhnə məlumatlar olar, nə bilim, sənədsiz olar, təzələnməyər. Bu kimi şeylər var da. Sənə cavab verərsən, gedib əməl eləyərsən. Və səhv olar. Kim deyir ki, sənə sələfin əqidəsini danışmayacaq ki, sənə? Düzdür? ChatGPT sələfin əqidəsinə xidmət eləmir ki. Hər şey deyir də sənə, hər şey deyə bilər sənə. Və sənə, qardaş, bir səhv əqidə məlumatı səhv verə bilər, sən də cahil müsəlmansan, axı bilmirsən. Bundan danışırıq biz. Əməl eləyərsən, şirkə düşərsən, küfrə düşərsən və cəhənnəmə gedərsən. Yəni, bu təhlükədir, yəni, xusrandır, yəni. Bunu demək istəyirəm. Bunu indi də deyirəm. Bəziləri çıxıb deyir ki, hər şey yaxşıdır, bu kimi şeylərdə biraz həddi aşıb. Qardaş, düz demişəm. Olmaz və cəhənnəmə apara bilər səni, Allah qorusun. Ona görə bu kimi xüsusən dəqiq məsələləri, qardaş, ümumiyyətlə insan hər elm əhlinə vermir. Bu təvhid məsələlərini, əqidə, inanc, etiqad, adam hər elm əhlinə soruşmağa etimad eləmir, güvənmir yəni. Ki, birdən zəif ola bilər, birdən dəqiq baxmaya bilər. Bu, falan elm əhli fiqdə güclüdür, təfsirdə güclüdür, nə bilim, tarixdə güclüdür. Əqidəni sən seçirsən, hamıya vermirsən, vermək də olmaz. Mütəxəssis, mütəməkkin olmalıdır. Alıb cavabı etiqad edəcəksən. Bunu, qardaş, hər elm əhlinə soruşmursan. ChatGPT-dən niyə soruşursan ki bunu? Mütəxəssis, xüsusi alimlər var. O dəqiq məsələlər onlara ünvanlanır. Seçirsən, kim də olar. Elə şeylər var ki, ümumi elm əhlindən soruşursan. Əhkamlarla bağlı, şəriətdə olan əhkamlarla. Amma o böyük məsələlər ki var, yəni etiqadla bağlı, sənin inancınla bağlı, onu sən hər adama vermirsən ki, onu da elm əhlinin içində seçirsən. Ki, daha dəqiq olsun. Nəysə, çox uzatmayın bu mövzunu. Hər bir halda belə başa düşürəm ki, bildiniz nə demək istəyirəm. Yəni, o bəzi insanlar, o gizlənən insanlar gizləniblər, bilmir kimdir. Belə şeylər olanda, gündəm mövzuları olanda çıxırlar, fikir bildirirlər. Fikir bildirən çıxıb mənə üçün. Fikir bildirir adam. Burada düz dedi, burada belə dedi, orada belə dedi, orada belə danışdı. Bu danışığı budur, bu danışığı bu. Subhanallah. Qardaş, sən kimsən ümumiyyətlə? Nəsən, nəçisən sən? Hardan gəldin? Nə yatdın, nə yuxu gördün sən? Hər bir halda Allah subhanahu wa ta'ala hidayət eləsin. Allah hidayət eləsin o insanları. Həm də sonda bir şey deyim. Vallahi bu məsələ məncə bütün elm əhli arasında məlum bilinən məsələdir, cavab aydındır. Mənim verdiyim, mən inanmıram ki, bir elm əhli, özünə elm əhli deyən adam bu
məsələdə bizim verdiyimiz cavabı verməsin. İki insanlar iki cürdür, elm əhli və elmlə məşğul olmayan insanlar. Elmlə məşğul olmayan insanlara soruşmaq olmaz. Ümumiyyətlə internetdən din götürmək olmaz. Nəinki ChatGPT. Ümumiyyətlə din götürmək olmaz hər yerdən. Çünki sən bilməyəcəksən düz deyir yoxsa səhv. Amma bilən adam problem yoxdur. Bilən adam soruşa bilər, öyrənə bilər, götürə bilər. Çünki o bilir, ayırd edəcək rahat şəkildə. Belə hesab edirəm ki, izah edə bildim. Allahdan istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləm və barak alə abdihi və rasulihi Muhammed.